5 il öncə düşmən üzərində qazandığımız tarixi şanlı qələbənin əldə olunmasında ordumuzun hərbi gücü, döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə rol oynayıb. Bu müqəddəs amal uğrunda döyüşərək sağlamlığını itirən igid oğullarımız təkcə ailəsinin yox, həm də xalqımızın qürur yerinə çevriliblər. 19 iyun 1995-ci ildə Lənkəran rayonunun Mamusla kəndində anadan olan qəhrəman həmyerlimiz Babək Bəhramoğlu Rızazadə də 44 günlük vətən müharibəsinin müsəlləhi kimi adını hərbi tariximizin qürurlu səhifəsinə yazanlardan olub. Cəbhədə ən gərgin döyüşlər gedən bir zamanda Baş leytenant Babək Rızazadə tabeliyində olan 50 nəfərlik heyətlə Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayonlarının düşməndən azad edilməsində təcrübəli zabit kimi öz hünərini göstərir. Döyüş tapşırığını yerinə yetirdiyi bütün istiqamətlərdən qələbə ilə qayıdan Babəkin ən böyük arzusu Şuşa şəhərinin də tamamilə düşməndən azad edilməsində iştirak etməkdir. Qəhrəman zabit arzusuna çatır. Lakin zəfər gününə 2 gün qalmış, noyabr ayının 6-sında səhər saat 6-7 radələrində Şuşa kənd istiqamətində gedən döyüşlərdə hər iki ayağından ciddi yara alır. Bu igid zabitin son döyüşü olur. Döyüşün ilk günündən, yəni sonuncu gününə kimi olan kadrlar, yəni hər bir şeylər, yəni bugünkü gündə də mənim ağlımdadır. Yəni o günlər, yəni belə deyim, heç vaxt yadımdan çıxmır. Qıraqda da məsəl üçün kollektivlər görmüşük, amma müharibə şəraitində olan kollektiv tamam ayrı cürdür. Sevinirəm ki, bu qələbədə mənim də payım var, torpaqların azad olunmasında. Bu qisas mı deyim, yəni gələcək nəsil üçün qalmadı. Biz bu qisası necə lazımdır aldıq. Müharibədə mən yaralansam, yəni sağlamlığımı itirsəm də, bununla da mən qürur duyuram. Babək Rızazadə hələ orta məktəbdə oxuduğu illərdən hərbiyə olan marağı onu Cəmşid Naxçıvanski adına olan hərbi liseyə gətirir. Daha sonra Azərbaycan Ali Hərbi Məktəbini bitirən Babək Rızazadə 2016-cı ildən ordu sıralarında xidmətə başlayır. Qəhrəman hərbçiyə gənclərin çağırışa qədərki hərbi hazırlığı fəndini tədris edən müəllimi də öz şagirdinin dönməzliyi, mətinliyi barədə qürur hissi ilə danışır. Çox şadam ki, bu gün şagirdim var mənim. Qəhrəman, igid. Tədbirlər olurdu, tədbirlərə də qoşulurdu Babək. Yəni ona görə də o vətənpərvərlik hissi onda o qədər böyük idi ki, o 9-cu sinifdən sənədlərini verdi Cəmşid Naxçıvanskiyə. Babək çox potensiallı bir zabit idi. Onun potensialı məktəblərində indi müharibə itkisiz olmur. Təbii ki, Babək də yaralandı müharibədə, amma şərəfli bir yolla yaralandı. Sağlamlığını itirdi vətən uğrunda. Yəni onun sağlamlığı itirilsə də o sağlamlıq, necə deyim, neçə gələcək nəslin xilasına xidmət edir. Babək müharibəyə atıldığı gündən ürəyində narahatlıq və sevinc hissini eyni anda daşıyan İlhamana deyir ki, övladım ailəmizlə yanaşı kəndimizin, elimizin, obamızın başını uca etdi. Bugün ailəmizdə qəhrəman bir övladın olması bizim üçün böyük fəxrdir, deyir. Oğlumuzla çox fəxr edirik. Fəxr edirik ona görə ki, o müharibəyə getdi, özü könüllü olaraq iştirak elədi. Necə lazımdır. Fəxr edirəm ki, Qarabağın alınmasında onun da bir payı var. Babək Bəhramoğlu Rızazadə döyüşlərdən sonra ölkə başçısının sərəncamları ilə Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif olunub. Haqq savaşımızda qələbənin əldə olunmasında başlıca amil xalq-dövlət ordu birliyinin vəhdət təşkil etməsi idi. 44 günlük müharibə dünya Azərbaycanlılarının birliyini, sarsılmazlığını, dəmir yumruq kimi birləşdiyini nümayiş etdirdi. Əyyub Türkay, Elviz Nəsirli, Lənkəran.